İstirahət üçün ayırdığı büdcə hava limanına çatanda bitdi. Paytaxtda qəribə, bir o qədər də ürək ağrıdan hadisə yaşanıb. Təfərrüatları şəxsin öz dilindən eşidək. Elə xanım, bax, biraz pul yığmışdım ki, bəs çıxım gedim istirahətə. Nəsə, gündən bir daha yığdım o pulu da tərpəndim evdən ki, çıxım gedim istirahətə. Bizdə belə tində fariz market var. Girdim oraya, bir su, sigaret, bir 15 manat nağdı getdi. Hesabla, mən dediksə sən başla hesablamağa, yaxşı? Nəsə, çıxdım oradan, gəldim, indim maşına, belə gedirəm də üzü hava limanına tərəf. Girdim avtobus zolağına, 100 manat, nətərsən? Yaxşısan, 100 manat. Daha dedim, daha nağarım, başqa variantım yoxdur. Dedim, mən bir yerdə saxlayayım, çıxım gedim taksidən zaten da belə olmur. Elə maşını elə çəkdim, bir dənə yer tapdım, dörtdüm oraya saxladım, elə 3 attım o tərəfə, getdim ki, 20 manat dayanma durma. Nətərsən? Hesablayırsan? Ay sağ ol. Taksi vurdum. Elə taksi onsuz da mən olduğum yerdən, elə aeroporta 30-35 manat. Qanım onsuz da it qanıdır, verəcəm 35 manat. Gəldim, taksi yotdum, arxa qanfıraşdım, ikinci palasa 80 manat. Gəldi taksi şoferinə. Bax, aramızda qırışa-qırışa, o mənə vurur maşından, mən onu. Getdim, çatdım aeroport, dedim, daha nəhlət sənə çoşudun, çıxacam getməliyəm istirahətə. Gəldim, düşdüm aeroportda da sevincəyəm axı. Bir nəfər gəl ki, bəs varınca birdən, 1 manatdan, 2 manatdan nə verə bilərsən? Dedim, mən o gedən ayaqdayım, qoy verim, qoy dalımca dua eləsin, gedim, yaxşı istirahət edeyim. Öyle otdum, belə cibimə ki, bu çıxarım verim. Hardan gəzir 1 manat? Bir yaxdan hesablayırdım. Var 1 manat? Yox, o skəp cibimdə pul var, orada fariz marketdən qalan zdası. Bax, qalmışam indi belə bədbaxt günündə, bilmirəm nə tər edeyim. Yəni ki, siz xərclərinizi düzgün hesablamamısınız. Əgər maaşınızdan hər dəfə bir miqdar Nasıl bir miqdar? Mənim maaşım elə bir miqdar. Sən bir yaxdan nə hesablayırsan, ay xanım, qazanamısan? Hara oxumusan, neçə? 3 saat deyirəm, sayıram sənə qəpik quruşlar. Şimdi bil də, hesabla da. O 100 seçdi. Mən nə çıxım gedim, bay indi evə, hə? Dayandım. Başımı təmizlə, 3 saat etdim. Dayandım, arta qal. Ata Seycahı oxudu, heç kim kövrəlmədi. Müğənnini basıb döydülər. Hadisə necə baş verdi? Xanım, məclisi elə bir evincə mən aparırdım. Buradayım. Mən o qədər vurubdular ki, çorlaşma gedir. Xanım, məclisi elə mən aparırdım. Dedim ki, bir ata secahı oxuyum, bunlar biraz kövrəlsinlər. Biri də düşdü, qoyum. Dedim ki, bir ata secahı oxuyum, biraz kövrəlsinlər də. Başladım secahı oxudum, görürəm amma bunlardan bir səs-səbir çıxmır. Oxudum, gördüm bunların vecinə döyülüb. Baxdım ki, şuta nitakda başa düşdü necə? Bir də gördüm 5-6 nəfər altdan mənə bir dənə şillə, bir dənə təpik, bir dənə yumruq mənə saldılar bu vəziyyətə. Yazıq mansız saldılar gör nə vəziyyətə. Yaxşı olub, elə haqq olub sənə, elə haqq olub. Hanım, biz bu toya, güclə bəlanla, bax belə bu hamımıza, bütün qardaşların adından deyirəm. Güclə bəlanla 100 manat tapmışıq ki, gələn yine bu toyda iştirak edir. Burada ata secah oxuyur, heç dənə qram vecimizə deyil. Heç insana kövrətmir, tık da eləmir mənə. Qardaş, sizin atalarınız xeyirsiz olub da, sizin atalarınız xeyirsiz olubdursa, mənim nə günahım var burada, hə? Yox, mənim atam xeyirsiz olmayıb, qardaş. Mənim atam bax ev qoyub mənə, maşın qoyub, obyektlər qoyub. Yəni sən mənim kimi adamı ağlada bilməmsənsə, bu atası buna heç nə eləməyən adamlar üçün necə ağladasan? Müdafiə görüm mənə. Bir dənə də şans verib, mən oxuyum təzədən müdafiə eləyim. Verəm şans. Oxu görək orada, oxusun. Ey, vuran əllərinə qurban olum ay atam. Qram vecimizədir. Şöyle qram toxunur, bir ata işsiz adamı toxunur. Amma vurmaq söhbəti yaxşıdır, cəbrə bir dənə. Yox, vuran əllər yox, öpən əllər dedim. Ha, qardaş, öpən əllər dedim. Öpən əllər dedim. Cəbrə, öpəcəm səni, cəbrə. Gir də buradan. Daim evə girib gətirən adamın ailəsi ondan imtina elədi. Bir qripə görə övladınızdan imtina etmisiniz. Bu nə dərəcədə düzgündür? Qardaş, övlad indi şirin şeydir, mən demirəm. Prosto bu insan... Prosto insan nə qədər qrip olar, başa düşsən? Bu insan yay demir, qış demir, nə bilim, payız demir. Nə vaxt baxsan bunun burnundan lılıq axır. Başa düşsən məni? Biz də hamımız işlə gücdə olan insanları evə gəlir xəstələnən kimi. Evdə xəstəlik düşdü mü, ev olur vayna. Bir ay içində 4 dəfə xəstələnmərsən də, biz də yazıq axı. Adam nə qədər dərmansər, bütün qrip əleyhinə olan paraşoklardan içmişəm, Ariyelə qədər içmişəm. Biz rəsmi şəkildə müraciət eləmişik, belə bir adamla bir evdə yaşaya bilmərik. Ay, Burnumuzu markamıza silməkdən bezmişik.
Ayıb deyim ama, papa. Qardaş, Qızım biraz uzaq tut da başa. Ayıb. Klokdan yoxdur, bir klok verin, salam bunun üstünə bir dəqiqə xəstəlik keçirdəcək Neçə yenə. kişidir, elə deyək də bax. Əsl mənim ailəm pis, hə. Adam nə olar ay xanım? Ayda 4 dəfə qrip keçirəndə adam oğulluqdan silib imtina edirlər. Dönmə lan buradan. Mən başa düşmürəm, mikroblar asudə vaxtını sənin bədənində keçirdi. Eybi yox, eybi Nə yox. qədər insan xəstə olar, Eybi hə? yox, nə olar? Yay. Eybi yox, nə olar? Eybi yox. Bir də gözüm görməsin səni. Bir də bu evə girməyəsən, başa düşdün məni? Arvad, bax mən sənə dedim ha. Mən bunu bu evdə görsəm, qurtardı. Sən də uzaq elə də orada. Bildim. Deyirəm xəstəliyi var, sən başa düşmüsən? Paytaxtda qəribə hadisə. 32 yaşlı oğlan qızlardan nə az nə çox 1000 atval alıb. Aldığı 1000-ci atvalı təmtəraqlı şəkildə qeyd edib. Bu qədər atval alacağınızı düşünürdünüzmü? Açığı bu yaşımda düşünmürdüm, amma yenə qismət oldu. Çoxları üçün əl çatmaz olsa da, amma bu nəticədə mən bunu bacarmışam. Düzdür, biraz ağrılıdır, biraz acılıdır, adama təsir edir, amma neyiniyim, rekorddur da. Mən nəticədə nədir? Mən bunu bacarmışam. Elə hansı qıza yaxınlaşırdım, o atval, bu atval, o atval, bu atval, bir də baxdım ki, elə 1000 nəfəri keçmişəm. Dünənlər elə parkda bir qıza yaxınlaşdı ki, və xanım, bəs mən subayam, tanış ola bilərikmi? Qız qayıtdı dedi ki, yox da, bəs istəmirəm tanış olmaq. Elə o yoxdur, bu yoxdur, bir də gördük ki, elə 1000-ci atvalıdır. Biz də istədik ki, elə bunu yığışağımız bir yerdə qeyd eləyək. Oğlum 1000-ci atvala 32 yaşında satıb. Mən isə 25 yaşında satmışdım. Bu bizim nəslimizdədir. Mənim atam vaxtıykən güclü atval şık olub. Rəhmətli nənəmə qədər 3000 dənə qızdan rədd cavabı alıbmış. Bu qədər qızların sizə atval verməsinin səbəbi nədir? Birincisi atval yox, rədd cavabı. Yox cavabı. Belə ki, cavablar da, səbəblər də müxtəlifdir. Məsəl üçün, biri deyir, şəhərdə evin yoxdur, biri deyir, maşının yoxdur. Məsəl üçün, keçən dəfə biri, Fənərbağçı acı çəkəm axı mən. Ona görə mənə atval verir. Neyiniyim, həyatdır da, belədir. Biz maraqlanmışıq. Siz dünyada ən çox atval alan kişi olaraq Guinness-in rekordlar kitabına düşmüsünüz. Ay canım, çox sağ olun, çox. Və buna görə də sizə pul mükafatı veriləcək. Ay canım, Allah sizi. Salih, salam. Mən o gün sənə atval vermişdim. Çox peşmanam. Fikrimi dəyişdim. Hazretdən az buradan. Görüm sən zirkanlı rəqəm deyəm. Çorrama. Guinness rekordlar kitabına düşmüşəm. Mənə başlayalım. Ha, yandı. Gördün papa? Deyirdin olmayacaq. Gördün mü hala? Allah. Gördün elədim. Min atvalım mübarək. Çox gözəl yaltaqlanmağı bacarsa da, yaltaqlanmağa adam tapa bilmir. Ətrafında olan hər kəs ona gözəl yaltaq olduğunu deyir. Bu cür istedadın itib batması hər kəsi narahat edir. Xanım, mənim vəziyyətim çox acınacaqlıdır, çox pisdir. Mən problemi budur ki, mən yaltaqlanmağa adam tapa bilmirəm. Mümkün deyil. Heç bir insan tapamıram ki, mən onu yaltaqlanım. Müdürüm zadında yoxdur ki, gedim bu, necə deyirəm, fitri istedadından bax istifadə edeyim. Bütün mənim günüm, güzaranım gedir rəsxoda. Bax, bu boyda istedadlı adamam, bu boyda əlimdə imkanlar, şəraitlər var, amma mən bu yaralana bilmirəm. Bax, üzümü tuturam burada bütün imkanlı şəxslərə, bax, qurban olum. Sizin o yanınızda olan bütün adamlardan mən güclü yaltaqam, mən sizə lazımlı adamam, qurban olum mənə. Tamam, belə bir insanın yaltaqlanmağa adam tapa bilməməsi, yəni çox pis haldır. Mən bunu başa düşürəm. Biz arada televizorlarda falan görürük, indi insanlar yaltaqlar zadlar görürük televizorlarda. Görürük ki, necə qabağa gedirlər. Amma bu insan gün işığına çıxmalıdır. Çünki yəni bu onlardan da istedadlıdır, çox əla yaltaqlığı bacarır. Mən istəyirəm ki, buna dəstək versin. Siz hazırda hardasa işləyirsiniz? Yox, xanım, işləmirəm. Bax, sağ olsun bu Elnur qardaşım, mənə çox kömək olur. Bu pis günlərimdə mənim həmişə yanımda olub. Apar öz şirkətdə bunun bir müəllimi var, bir müdürü var. Ona qəşəng bir dənə sağ, sol, bütün şirinliklərdən eləyirəm. Sağ olsun, vəziyyəti qurmuşam. İndi görək inşallah yaxşı olar. Kamil bu yaltaqlıqda çox töhfələr edib. Çox sağ ol. Yəni fikirləşin ki, bu necə bir yaltaqdırsa, müdürün nəvəsini bunun kimi tərifləyən bir insan tanımıram. Çox sağ ol. Dünənlər elə saat 00-da müdürün ad günü idi. Fikirləşin, yəni biz neçə ildə orada işləyirik, biz təbrik çatdıra bilmədik. Bu srazu təbrik elədi. Amma bir dəqiqə deyəniz, indi yadıma düşdü. Sən dünənləri şəkil paylaşırsan, ailəvi oturubsuz evlərində. Sən nə ara çatdırdın ya Yox, bu? paxıllıq eləməyə. Hər özdən məşğul olsa yaxşı olar. Yəni fikirləşin də bu gör necə bir yaltaqdır. Bir gün tanıyan kimi srazu ailəvi tanış eləyiblər.